Çoxları düşünür ki, insanlar idman zalına arıqlamaq və ya əzələ yığmaq üçün gəlirlər. Amma əslində məsələ tam başqadır. İdman etmək sadəcə çəki qaldırmaq deyil. İdman, ürəyin istəməyəndə o yataqdan durmaq, yorğun olanda o sonuncu seti axıra qədər bitirmək və özünüzə verdiyiniz sözlərin hər birini tutmaq deməkdir. Bax, biz buna əslində nizam, intizam, yəni disiplin deyirik. Unutmayın, qazandığınız iradə zalın çərçivəsi daxilində qalmır. Buradakı intizam iş həyatınıza fokuslanmağa, eyni zamanda münasibətlərinizdəki səbrinizə və ən əsası çətinliklərə qarşı dik durmağınıza çevrilir. Əgər o ağırlığın altına girib təslim olmamağı özünüzə öyrədirsinizsə, həyatın yüklərinin altında da əzilməyəcəksiniz. Bəli, idman sizə sadəcə bədən quruluşu vermir. O sizə hər gün bir əvvəlki gündən daha güclü, daha iradəli olmağı öyrədir. Əslində məsələ sadəcə güzgüdə gördüyünüz deyil. Güzgüyə baxanda gördüyünüz o iradəli insandır. Həyatını dəyişmək istəyirsən, öncə disiplinli olacaqsan, nizam, intizamı qoruyacaqsan, onsuz da geriyə qalan hər şey öz axarında gedəcəkdir. Əgər sən də hazırsansa, mənimlə bərabər yeni bir həyata, yeni bir başlanğıca addım atmaq istəyirsənsə, dərslərimə qoşula bilərsən. Eyni zamanda bu və digər videolarımı izləmək üçün həm kanalıma, həm də Instagram hesabıma abunə olmağı unutmayın. Sağlam qidalanın, sağlam qalın.